Hamınıza salamlar dostlar. Bu video keçen videonun davamı kimi olacaq. Amma keçen videoda görmədiyim bəzi şeyləri bu videoda adeta sizə göstərəcəm. Onlar nələrdir, nəyi mən keçen videoda görməmişəm, bu videoda onun fərqinə vardım. Gəlin bunlara birinci baxaq. İlk öncəliklə burada maşını redaktə edin var. Məsələn burada maşının rəngi, mənim xoşladığım rəngi bu oldu. Bunun üçün 3300 para lazımdır. Yəni dollar zad lazımdır. Daha sonra bu 23 minlik təkər. Ondan başqa bu bu belə yaxşıdır yoxsa belə, onu siz qərar verərsiniz artıq. Mənim fikrimcə belə yaxşıdır. Ondan başqa üst hissəsi üçün bu daha yaxşı kimi görsənir. Ondan başqa amortizatoru da ən bahalıdan qoyduraq. Bu yaxşıdır. Bu zaten yüksəkdir, bu yaxşıdır. Bu da bu. 7300. Bunların hamısını eləmək üçün bizə çoxlu pul lazımdır. Videodan əlavə mən 3400 pul kastım. Bu pulu nətər kastım? Gəlin indi mən sizə onu göstərim. Mən indi bura girdim və burada 3 görəv yerinə yetirmişəm və bu görevlər 30-dan gedir. Bu görevlərin hər birisini yerinə yetirəndə bizə pul verir. Gördüyünüz kimi birinci görəvi 3 ulduzla bitirmişəm. Digərlərini isə 1 ulduzla. Ona görə mənə 3 ulduzla qutardığımla bunların arasında pul fərqi var. Ondan başqa biz yenə onları gələn videoya saxlayaq. Çünki yəni onlar videonun ardı, bu oyunun ardı gəlməlidir. Zagruska, yəni yüklənir. Biz artıq oyundayıq. Niyə bunun səsi niyə çıxmır? Hə. Maşının səsi də var. Bunu full eləyim. Hayda. Neyse belə sürmüyor ya. Belə sürmək çox çətindir. Danışmadan oynayanda düzgün sürə bilirəm də. Biraz danışmadan oynayayım ki, böyle düzgün sürə bilim. Çox kəskin virajlar var, yəni çox iti döngələr də. Bəzən türk dilində sözlər deyirəm. Gördüyünüz kimi bu Nivanın motorun bizə də bu yolda tökdürəcək. Nivanı biz bu yollarda məhv edəcəyik. Yaxşı bəyənir, like, share, yorum. İndi hər dildə subscribe, yəni abunə zada olsa, mən bu videoların davamını çəkəcəm. Hər videoda gələn abunələri görmək olur, yəni hər video üçün gələn abunələri görmək olur. Siz görə bilmirsiniz amma mən gördüm. Orada videonun işlerinden sonra redaktə edildi mi? O da var, o başka şeydi. Redaktə edildi, yani sözlərin adlarını da ne bileyim, profil şəkli bizi dəyişiyində. Yani videoya hansı videodan nə qədər bəyəni gələcək, onlar hamısını görmək olur. Bəyəni siz görürsünüz ama aboneləri mən hansı videonun nə qədər gəldiyini görürüm. Neyse.
Amma oyunu çox qəşəng düzəldiblər ha. Sizə bir söz deyim, oyunu əla düzəldiblər. Oyunun adını yazacağım yorumlarda. Belə də ki, oynamaq istəyirsinizsə tövsiyə eləyirəm. Ən azından girib bir baxmayınız oyuna. Sizi oyun haqqında fikirləşməyə sövq edə bilər. Mənim kimi oynamayasınız yəqin ki. Bu yüzü həqiqətən daş üstündən maşın atlanıb xarab olar. Maşın yaranıb daşın üstündən atdı. Maşın bu niyə bu yəni hər yerdən getməli. Əla. Ağaclara qulluq eləmək lazımdır. Ağaclar bizim yaşamamız üçün oksigen düzəldir. Karbon alıb oksigen düzəldir. Bunlara diqqət eləmək lazımdır. Hər il olan o orman yangınlarında nə qədər, meşə yanğınlarında nə qədər maşın dirəmi ağaclar məhv olurlar. Yerinə təzələri əkilsə də hər bir ağac nəfəs deməkdir. Oksigen, hava. Dostlar, abone olun ki ben daha uzun videolar çekebilirim. Belki de siz kısa videolarda hoşluyorsunuz ama artık gelen videolarda abonelerimiz daha çok olanda onun hakkında danışalım. Bir de yorumlarda yazarsınız bu Niva'nın arkasında olan onun adı neydi yalan. Hayda yadımdan çıktı. Belə daha yaxşıdır, belə görüşürlər. Gəlin videoda da nəysə. Artıq bu videonun da sonunu gətirməyin vaxtıdır dostlar. Sağ olun, salamat qalın. Abone olub like atmayı unutmayın. Yorumlarda da hansı daha oyunlar bilirsinizsə onları yazın. Sağ olun, salamat qalın. Özünüzə yaxşı baxın.